Özünüzü necə hiss edirsiniz? Çox yaxşı. Əvvəl siz 3 həftə qabaq gəlmişdiniz də müayinəyə. Nə narahatçılıqlarınız var idi? Qıcı olmam var idi. Bir gündə 5 dəfə tutmuşdu. Hər dəfə də tutanda yarım saat çəkirdi. Sonra bura gəldim. Bura gəlməmişdən əvvəl özüm başqa həkimə getmişdim. Onu elə bil o müalicələri götürəndən sonra həmən günü 5 dəfə, 6 dəfə yenə qıcı olmam tutdu. Sonra bura gəldik. Burada müalicəni götürəndən sonra çox yaxşı oldum, çox. Demək olar 80% yaxşı olmuşam. Qıcı olmam da dayandı ilk müalicəni götürdüyüm gündən. Tutmağınız, sizin tutmağınız var da ümumiyyətlə. Nətər olurdu? Bir də bizə təsvir edin onu. Necə olurdu? Yəni sinəmə istilik gəlir birinci. Sonra dilim yığılır. Qıcı olmam tutur, sudurqa verirəm. O da yarım saat çəkir. Yarım saatdan sonra da özümə gələndə yəni çox belə halsız olurdum. Amma burada sizin müalicənizi götürən ilk gündən getdim, sistemlərimi vurdurdum, dərmanımı qəbul elədim. Həmən gündən qıcı olmam getdiyim günü tutdu. Yəni müalicəni götürəndən sonra tamam kəsdi. İndiyə kimi bir dəfə də tutmayıb. Digər 3 həftə müddətində 3 həftə müddətində bir dəfə tutmayıb. Ondan əvvəl isə hər gün olurdu. Ondan əvvəl 4 dəfə, 5 dəfə elə olurdu, gün ərzində tuturdu. Gün ərzində 4 gün ərzində tuturdu. Hə, başa düşdüm. Deməli bizim müalicəmizə indi yaxşı eləmisiniz, vaxtında gəlmisiniz ki, biz sizə nəzarət edək. Dediyiniz vaxtda da gəldim, çünki nəticəsi yaxşı oldu. Ona görə dedim gedim davamını eləyək.